Salam aleyküm. Bir daha hoş gördük. Bugün 4-cü dərsimizdə növbəti hərəkəti öyrənəcəyik. Hərəkət təksillər hərəkəti adlanır və birinci hərəkəti göstərim ki, özünüz görəsiniz. Sadəcə əllərimizi, yəni standart əllər bunlar qoyuyoruz. Sonra başqa variantları göstərəcəm. Bir əlimizi yuxarı qaldırırıq, bir əlimizi isə yanırıq. Və bu vəziyyətdə ayağımızı açırıq önə və 3 saya hərəkət edirik. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. İndi isə hərəkət yəni başa salın ki, biləsiniz, nəyə fikir vermək lazımdır, nəyə necə eləmək lazımdır. Birinci ayaqlardan başlayaq, həmişəki kimi. Özünüz gördüyünüz kimi, yəni hərəkəti elədim, bucaq altında, yəni ki, düz qarşıya yox, döndüm. Düz də eləmək olar, sadəcə o düz ayaq sadəcə olaraq, yəni ki, öndən görsənəndə hərəkətin, yəni ki, baxımlılığı o qədər də olur. Ona görə biraz dönürsünüz ki, ayağın necə işlədiyi, yəni ki, görsəniz hərəkət baxımlı olur. Hərəkət, özünüz gördüyünüz kimi bir hərəkət, yəni tam hərəkət. 3 saya olunur və 3 elementdən ibarətdir. Deməli, ayağımızı açırıq önə, pəncəmizi dartırıq ki, ayaq sərgəli qəşəng olsun və bir saya, ayağımızı həm bükürük, həm də açırıq. Yəni ki, bir. Və gördüyünüz kimi bədənlə. Bu bir saya qalxıb düşür. Yəni ki, dayaq ayağın pəncəsi və dizi bükülür biraz və ayağı bədəni yuxarı doğru atır. Ondan sonra düşürsünüz aşağı. Eləyirik. Bir. Buradan başlayıb, burada da bitiririk. 2-3 isə çox asandır. Sadəcə olaraq 2 dənə ayaq dəyişməsi edirik, amma ayaqlar sərgəlidir. Pəncəni dartırıq və 2 dənə ayaq dəyişməsi edirik. Ütüləmədə aşağıda edirik ayaq dəyişməsini. Burada isə göyə edirik, yuxarı. Deməli, eləyirik bir də başdan. 3, 4. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Bu aydın olsun deyə belə yavaş-yavaş göstərdim. Amma bu hərəkəti eləyərkən dayanmadan eləmək lazımdır. Yəni ki, musiqinin tempi yavaşdırsa, yavaş eləməlisiniz hərəkəti. Tez eləyib, dayanıb gözləmək olmaz. Çünki bu hərəkətin prinsipi davamiyyətlidir. Yəni ki, dayanmadan olmalıdır, heç bir pauza yoxdur. Tezdirsə tez edirsiniz, yavaşdırsa yavaş edirsiniz. Və hər 3 saya bədən yuxarı qalxıb düşür. 1, 2, 3. Yəni ki, amortizasiya olunur. Amortizasiya müşahidə olunur hərəkətlər və hər iki tərəfə də elə olar. Sağ ayağın işləndə sol tərəfə dönürsünüz, sol ayaq qalxır, yaxud da bükülür. Sol ayağın işləyəndə isə sağ tərəfə dönür və daha aktiv sağ ayaq olur. İndi isə əllər barədə mən sizə bu əlləri göstərdim. Bu əllər daha çox səhnəyə xarakterik olan əllərdir. Ona görə toyda, yəni bunların o qədər də yeri yoxdur da. Toyda biz götürürük, yəni biraz məzəli variantı, yəni daha baxımlı bir variantı. Göstərirəm, birinci qarşıdan göstərim. Yəni ki, dönəndə də eyni vəziyyətdir. Əlləri sadəcə olaraq yana bir bölümü düz açırıq və hərəkəti bir dəfə tam eləyəndə 1, 2, 3, yəni 1, 2, 3. Bu 1-2-3 ərzində əllər yığılır. Sinənin üzərində, qarşısında. Sadəcə olaraq belə X şəklində əllərimizi də düz tuturuq. Yəni ki, belə sərgəli. Və ikinci dəfə eləyəndə əllərimizi qaytarırıq təzdən bu standart ikinci pozisiyaya. Göstərirəm. Birinci qarşıdan 3, 4. 1, 2, 3 və növbəti dəfə 1, 2, 3. Açırıq. Və ayaqları da düz düz qarşıya işləyir. O bir hərəkətlərdə deyə başa salmışdım. Qıraqlara işləyir. Sərgəli olsun deyə düz qalalım. İndi isə original formada göstərirəm. 3, 4. Açdıq ayağımızı. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Sol tərəfdən də göstərim. 3, 4. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Ayaqlarla sərgəli işləyirik. Bədəni düz saxlayırıq. Əllərlə də, yəni bax burada. Birinci birə əllər bağlanır. İkinci dəfə birə əllər açılır. Başqa bir variantı götürmək olar. Salın.
Bəlləri açırıq yana, biləkləri sadəcə boş saxlayırıq, əməlləri dökülürük. Və sağ ayaqla işləyirsə, sol ayağı önə, sinənin qarşısına bükürük. Amma çox belə qalır, ortaya getirir, belə qıraq. Və bu vəziyyət 1, 2, 3, 1, 2. Bu daha sərbəst, dedim ki, bu da baxımlı bir variantdır. İndi isə musiqi ilə götürürəm və hərəkəti biraz surətli götürəcəm. Artıq yavaş tempdə siz başa düşdünüz yəqin ki, inanıram ki, başa sala bildim hərəkəti. Götürək əlinə al. Bu, yəni ki, birinci əl variantı idi. İndi isə ikinci variantı göstərirəm. Və bundan öncəki dərslərdə dediyim kimi, hər hansı bir hərəkəti eləyəndə, çalışın öncədən məşq eləyəndə, hərəkəti öyrənəndə bu təkrarları biraz çox eləyin, yəni ki, hərəkətin özünü işləyin, təmizləyin ki, sizin bədəniniz, əzələləriniz hərəkəti düzgün şəkildə, yəni ki, icra eləməyə öyrəşsin, vərdiş eləsin. Ondan sonra isə ayağı neçə dərəcə açmaq və s. bütün bunlar məşq ərzində, yəni vərdişin çevriləndən sonra heç nə, yəni ki, narahat olmağa ki, görürsən, düzdür, səhvdir, yuxarıda, aşağıdır və s. yəni ki, heç bir narahatçılıq olmağında və bədəni dediyim kimi səviyyəli saxlayırıq. Əsas hərəkətdə, baxımlılıqda səliqəli və qamətin özüdür. Yəni ki, bədən səliqəli qəşənglik bədənimiz olmalı. Belə, mənə elə gəlir ki, kifayətdir. 4-cü dərsimizdə də növbəti hərəkətimizi inanıram ki, öyrənə bildik. İnşallah növbəti dərslərimizi izləməyə davam edin. Biz də çalışacaq. Növbəti dərslərdən yenidən görüşünüzə gələk. Diqqətinizə görə çox sağ olun.